Birinci sual Kakuro'dur. Kakuro'da Ben niye Semam'dı mesela? bəli, Siz mi təyin eləmişsiniz bunu? bunları mən Səlamı siz özüm, mi yazmışsınız yoksa sual bəli, üzerine? bu suallar Respublikada bir dənə məndədir. Ona görə bunları özüm qurmuşam. Əsl imtahan formatını uymuş. Bax, bu sualın özü ilə qəbula düşən bir sualdır. Bu da indi qəbula düşənlərdən oxşar bir sualdır, yəni belə deyək, format deyil. Proqramın qaydalarını gəlin belə eləyək. Gəlin siz mən bir neçə nəfər deyəcəm, sayısın mənsin. Proqram qaydalarını bizi üçün sayır. Amalya xanım, Kakroda qaydalar nə idi? Deməli, mən o yuxarıdakı üç bucaq onların ümumi cəmi olmalıydı. Bir də sətir sütun üstə təkrar olmamalıydı. Aha, bəli. Yəni Kakroda bilirik ki, Yəni Ayşə. Hı -hı. 1-dən 9-a qədər rəqəmlər olmalıdır və rəqəmləri elə yazmalısan ki, sətir və sütunlarda təkrarlanmalar olmasın. Və ikinci məsələdə bax, bunların ki, sətirlərin cəmi sola baxan üst bucaqları verməlidir bunları. Sütunların cəmi isə yuxarı baxan üst bucaqları verməlidir. Bunların da cəmi 18, bunların da. Və biz həmişə başlayırdıq ən balaca ya ən böyük ədəd. Məsələn, 17, 2 ədədin cəmi 17-dirsə, 9-dan 8 olar. Hara 9-u, hara 8-i yazaq? Necə yazaq onları? Yani bence 8'i 11 olan tarafa yazalım. 11'in Ayşə, altına. 9 yazarıq. mən bura 24'ün 8, altına bura 9 9 yazalım. yazsam, bura 8, bura 9. 9-u 11 eləməyə 2 xana. Yani 2 xananın minimum cəmi 3 edir. ihtimal Düzdürmü? olmaz. Bəli. Bax, 2 xananın minimum cəmi 1 ilə 2 qoysan 3 olur, qırğın düşür. Ona görə də bura yazırsan 9-u, bura yazırsan 8. İndi 8-i 11 eləmək üçün bizə lazımdır 3 xal. 3 də ancaq 1 ilə 2-nin cəmidir. 1 ilə 2-nin cəmi. 1 ilə 2-nin cəmidirsə, mən hara 1, hara 2 yazaram? 16'ya 1 yazarım. Hayır. Mən bura 1 yazsam 26-ya. 3 ədədin cəmi 25 eləyə bilməz. 3 ədədin maksimum cəmi 24 edir. 9, 8, 7 qoysam. 24 o da bir 25, 26-ya çatmır. Ona görə də bura 1 yazıram, bura yazıram 2. Bizdə qaldı 9-u yazdıq, 8-dən 7 qaldı. Bu qalsın hələk. Bax 3 ədədin cəmi dedik ki, 24 eləməlidir ki, 2 var axı. 24 üstə 2 gələndə 26 eləsin. 9, 8, 7. Mən A-ya neçə yazaram? 9, 8, 7-dən. 7. 7. 7. A-ya sor. Bura 9 ilə 8 yazan mənəm ki, 2 xananın minimum cəmi 3 eləyir axı. A-ya yazılır 7. Əla. Qaldı burada 9-dan 8. Bura S-ya 9 deyə bilmərəm. Çünki təkrar olacaq. Bura olur 9, bura olur 8. Burada çatışmır 7. Tertemiz. İndi 7-ni 10 eləmək üçün 2 ilə 1 lazımdır bizə. 2 ilə 1 lazımdır. Ə-yə 1 deyərəm. 2 versin, qırğın düşür. Bura qalır 3. Bir Bura təkrar 2 olur da qalır. aşağıya çok. Çünkü Bəli. bir aşağıya çok təkrar olur da hem de. Bəli. 1 ilə 2-ni belə yazsaq, burada 2 qalır, səhv olur. Deməli 2-ni bura, 1-i bura. Bura 3 qalır, 12. Burada çatışmır 6. Gətirib bunu hesablayırsan. Deməli, bir dənə cavabı da çıxaraq. 8, Əmiz 1, N'ımız 1, A'mız 7, N'ımız 1. 10, 18 eləyir bunun cavabı. Bitdi, getdi. Bu oldu belə. Növbəti sual Sudoku sualıdır. Sudokunun qaydaları ən bəsitdir. Demişdik ki, sətir, sütun və bir də bloklarda təkrarlanmalar olmamalıdır. Buranın cavabı 18 elədi. Sətir, sütun və bir də bloklarda təkrarlanmalar olmamalı. Məsələn, mən başlayaram harda? Baxaram bu bloka. Bu blokda 1-də 1, 2, 3, 4, 5 rəqəmləri olmalıdır. Bu blokda 1, 2, 4 var, 3 ilə 5 yox. Bura 3-ü yaza bilmərəm axı. 3-ü yazmalıyam bura.
Blokda nə çatışmadı? Çatışmadı 5. Bu sətirdə 1, 3, 5 var. 2 ilə 4 yox. N-ya 2 deyə bilmərəm sətr üzrə. Düzdürmü? Çünki sütunda təkrarı var. Onda bura 2 olur, bura olur 4. Bu blokda 2, 3, 4 var, 1 ilə 5 qalır. Bura 1 yaza bilmərəm, bura 1-dir, bura olur 5. Bu sütunda çatışmır 3. Bu sütunda çatışmır 5. 1, 4, 5 var, 2 ilə 3 qalır. Bura 3 deyə bilmərəm, axı, bura 3-dür, bura olur 3-ün altına 2. yazmaq olmur. 2-3 belə yazılır. Burada qalır bir dənə 1. 2, 3, 4 Bir dənə var, 1 ilə 5 yox. qalır. Bura 1 olmaz, bura 1-dir, bura 5. S-ya qalır 5. Buna da qalır 2. Bitdi, getdi. S-la N-nın cəmini istəyir. S bizdə 5 oldu, N-da 4 oldu. 9. Toplayanda onun qiyməti 9. Yəni bu Rahat oyunlar sizə sadəcə vərdişdir. Yəni oyunları çalışın maksimum şəkildə nə qədər çox işləsəz, bir o qədər çox yaxşı olar. Növbəti sual akvarium sualıdır. Bu rəqəmlər nəyi göstərirdi akvariumda? Dolap xanalımsan. Bəli, dolu xanaların sayını. Bax, məsələn, səthi üzrə bu xanada 2 dənə su olmalıdır. Hansıları olacaq su? İkinin yanındakiler. Yan-yana olan 2 dənə. Yan-yana olan 2 dənə ayırır. Bax, bunlar sudur. Bunlar sudursa, O birilər də buralar boşdur. En də boşdur. Bu qabın dibində su yoxdursa, bu qabda ümumiyyətlə su yoxdur. Enin yanları da doludur. İkini tapdığında ay, İki dənə bunun olmalıdır. yanları doludur. Bax, burada bir dənə su olmalıdır. Hansı olacaq? Ortada. Bu Üçüncü. boş bir şeydə olan. Bu, tək olan. Ha o. Çünki bunlar eyni şeydir, Eyni. bunlar da eyni şeydir. Deməli, su buradır və bunlarda su yoxdur. Onlar boşdur. Bunlar boşdur. Bax, məsələn, 1-ə baxın, 1-i tapmışam da, deyib budur, bu da 1. Deməli, bunlarda ümumiyyətlə su Onda olmalı. hamısı boşdur. Hamısı boşdur. Bu boşdursa, bu qab ümumiyyətlə boşdur. Ha, buraları ucub hamısı boşdur. Sonra 3-ləri tapdıqda bunlarda su var. Bu 3-ə görə də bunlarda da su var. Bu 3-ə görə də ancaq bunlarda su olmuş olacaq. Burada boş qalır zaten. Çünki zaten sütunda 1-i tapmış. Hansılar dolu, hansılar boş. Dolular oldu. Ə deməli oldu dolu. Boş oldu S-A-N. S-A-N oldu boş. Bitti. Ben bir soru verebilirim. Buyurun. Bu bölümü başlayanda ümumiyyətlə orada yəni bir qayda varmı ki, məsələn, hardan başlamaq daha məqsədə uyğundur, yoxsa yəni onu seçməlisən hər dəfə özün. Akvaryumda mən sizə ipucu verim. Həmişə sətirlə başlayın. Ret olur sütunla başlamaq. Sətirlə başlasan promo tapırsan çoxunu. Məsələn, bax, mən burada 2 ilə başladım. Niyə? Mən Çünki bir dənə 2 xanada ipucu- su varsa bunlar olmaz. Aha. Bir dənə ipucu olur ki, onu da dediniz də. Məsələn, 2 dənə yan-yana falan olanda 100% dolu olanlar onlar olur. Bəli, bax, burada məsələn ipucular hansı idi? Bax, bu 2 idi ki, ancaq bunlar olmalı. Burada da ipucu var əslində. 2 ancaq, bax, bunlar olmaz axı, bunlar eyni şeydir. Bu qablar eynidir. Bunlar olacaq. Bu 1 ancaq bura ola bilər. Sətirdə bir ikisini tapdın, sonra sütunlara zada baxırsan, çıxırsan vəziyyətdə. Akvaryumun oyunu var, sayt var. O saytdan çalışıb oyunu mütləq oyun. Çünki bunlar sizə imtahanda vaxt qazanır. Müəllim, mən Kakron yükləmişdim. Oynaya bilmədim nəsəmə. Bəlkə uzun versiyasını yükləmisiniz. Kakronun ayrıca saytı var, Ona rahat. baxarsınız. Rahat saytı var, mən onu da göndərərəm. Atdeni saytı. Bu Toşikidir. Son Yaxşı. illər imtahanlar, son illər yox, son dövlət qulluğu imtahanlarının son ikisi üçündə də Toşikidən sual çıxır imtahana. İndi nə edirik? Bax, minimum alınan B-nin cəmini istəyir. Ümumiyyətlə, yadda saxlayın, bir sualda
minimum, maksimum söhbəti deyirsə, həmin sualın 2 dənə, 3 dənə versiyası ola bilər. Yəni minimum 2 dənə ehtimalı var o sual. İndi normalda nə edəcək? Bax, ardıcıl 1-dən 4-əcən rəqəmlər olmalıdır. Sizcə burada ardıcıl 4 xana varmı? Dağda hamısı böyüyə bilən, ya hamısı kiçilə bilən. B4 olur. Hamıdan böyük B-dir. Açıq, məncə 4 dənə dalbadal xanamız yoxdur deyəsən. Gəl onda şeyi tapaq. Əgər ardıcıl xanalar olmayanda ən balaca, yəni 1 və ən böyük ədədləri tapa bilərik. 1 ilə 4. Bax, gəl baxaq birinci sətirdə. Birinci sətirdə 1 hara ola bilər sizcə? Birinci sətirdə sağdakı 1. Ayşə. Ya buradır, ya da bura. Çünki 1 heç nədən böyük olmamalıdır. Buna görə olmaz, bu işarəyə görə. Burada da bu işarə. 1 ya bura, ya bura. Bu nöqtə. A'nın yanındakı 4 olmaz müəllim? Bura Olar, mı? olar. Olar. Bura 4. Ayşə. 4-ü Bəli, tapdım. bəli. 1 ilə 4-ləri. İndi bax, bu sətirdə 1 hansı ola bilər? Bura, düzdür. Bir üçüncü. Üçüncü, bəli, üçüncü. Bəs 4 də yəqin ki, razısınız da buradır. Bura 4 olmaz, burada 4 Razıyıq, olmaz. razıyıq. İndi 4 ilə 1-i tapdıq, 2 ilə 3 qalıb. İndi təbii ki, bura 3 olmalıdır, bura 2 olmalıdır ki, 3 2-dən böyükdür. İndi baxın, 3-dən böyük ancaq 4 var. 2-dən kiçik 1 var. 1, 4, 2 var, 3 çatışmır. 3-dən böyük 4 Üç. var. İndi, bax 4 ilə 1-i tapdıq, 2 ilə 3 qaldı. Bura 2-dir, bura 3. Müəllim, o aşağıda 4-dən 3-ün arasında 2 yazmaq olar. Bura mı? Ha, bax ora. Bəli, Yəni bəli. bizdə də bir dənə sual verə bilərəm. Buyurun. Mən 2 ilə 3-ün yerini niyə dəyişmirik məsələn? Hardan bildik ki 2 3-dür, 3 2 deyil. Buradan mı? Aha. Bir dənə sual verin, bu işarəyə fikir verin. Soldakı böyükdür, yoxsa sağdakı? Ha, onu görmədim. Bəli, ona görə. Bura 3-dür, bura 2. Bax, bu sütunda çatışmır 3. Onda yuxarıda 3-dür da, 3 3. İndi sizcə A neçədir? Minimum istəyir deyə 1 olardı. Ay, Sekiz ola bilər. bax, burada ujen tapa bilmirəm. Bax, burada 4 1 ilə 2 var. Bax, qardaş, bu da ola bilər 1 olsun, bu da ola bilər 2 olsun. Burada qalacaq 1, burada qalacaq 2. Bu doğrudur. Gəlin bunun digər versiyasını da yazın. Bura 2 olsa, bura olacaq 1, bura olacaq 2, bura olacaq 1. Bax, ikisi də doğrudur da bunların. Onu dəqiq tapa bilmirəm. Zaten B'miz 4'dür. Bəs minimum istəyirlər. A-nın qiyməti minimum nə olar? A-nı məcbur 1 götürməlisən ki, qiyməti minimum 5 eləsin. Qaldı ki, sən bunları dəqiq tapa bilmirsən. Minimum istədiyinə görə A-nı 1 götürməyə məcbur edəsən. Yəni, bir də o başlanğıcda dediniz ki, ardıcıl xana yoxdursa, hardan başlamalı? Ardıcıl xanaları, əslində bu sualda ardıcıl xana var. Baxın, indi o cümlənin davamını gətirəcəm. Baxın. Bax, 4 dənə görürsünüz, böyüyə gedə bilər. Bu yazandan sonra daha görmək daha rahat olur. Bax, belə də var, baxın. 1, 2, 3, 4 görürsünüz. Və belə də ola bilər, 1, 2, 3, 4. Əgər ardıcıl xanaları görə bilmirsəniz, ən balaca, ən böyük ədədləri tapmaqla sualın axırına yer tuta bilərsiniz. Ki, biz elə başladıq. 1-ləri, 4-ləri tapdıq, sual özü gəldi, tapdıq bizi. Olur belə. Problem yoxdur. Yox. Gəlirik yenə bu kakroya. Burada nə edəcəyik? Bax, 3 ədədin cəmi 23-dürsə hansı ədədlərdir onlar? 6, 8, 9. Ayşə. 6, 8, 9. 8, 9. Bura mən neyi yazaram? Bura ancaq 6-nı yazaram, düzdür?
Bəli. Qaldı 8-dən 9. 11-ə yəqin ki 8-i yazaram ki, 11-ə 9 yazsam 2 xal, 2 xananın cəmi minimum 3 xal verir. Burada qalır ancaq 9. İndi bizə 1 ilə 2, 6-nı 10 eləmək üçün 4 lazımdır. 4 də 1 ilə 3-dür. 3-ü bura yaza bilərəmmi? Yox, bir ömrü yazıb çoxdur. Bəli, çünki 7-dəki ədədlər 7 nədir? 1, 2, 4. Yəni bunları sən önce əzbər bilmirsən. 1, 2, 4. Ona görə bura 3 yazıram, bura 1 yazsam, 2 ilə 4 qalır. Mən bura 4 yazsam 40-ın çıxacaq. 12 eləyir. Ona görə bura 2-dir, bura 4-dür. 13, bura 7 qalır, burada 1 qalır. Bitdi, getdi. Və bunların cəmini istəyir. A9, L1, F da 1. Cəmi olur bunların 20. Gəlirik akvarium. Bayaq kim idi sualı verən ki, ya hardan başlayır akvarium? Mən indi mən, Kim idi? mən Fərman. Hə, siz idiniz. Fərman. Aha. İndi yaxşı, hardan başlayalım? Burada sətirlərdən başlasaq. Bir baxın. İkincidə və üçüncüdə bir. Üçdən başlamaq olar. Bax, Və ən ax 5-dən başlayarıq Aşağıdan müəllim. 5-dən. bax, Beşin ümumiyyətlə 5 varsa yanındakı boş 99% 5-dən başlayırsan. Həmçinin 1 də varsa. Bax, bir dənə baxın bura. Xananın 5-də olacaqsa hansılar olar? Birdən sonra birinci boş. 5-dən sonra. Bəli, bunlar. Bax, bu Birincisi qabın yuxarıdakı burası bir. olur. Birincədəki bütün xanalar boşdur. Ayşə, bu qabın dibi boşsa, bu qab full olaraq boşdur. Boşdur. Ən sağı Həm də yazıb doluqdan bir dənəsi doludur. Bax, indi bu birə baxın. Mən birinci dama olan ən sağ. Sağda. Bəli, ən sağdakıdır. Sağı da boşdur. Bunlar onda boşdur. Şurada sütunla baxa Evet, bilərsən ha. Bax, bu 2 dənə tapmışam. Bunlar full olaraq boşdur. Hı hı. Peki, bax, bu 4 dənə tapmışam rahat. Hansılar olacaq? Üstlərlə, üstlərin altındakı ilə 2-nin altındakı. Bəli. O iki Bax, iki 5 xanadan müəllimdən biri boş olmalıdır. Bax, bura boşdur, bunlar doludur. Məsələn, bax, bu 3 dənəni də oje tapmışam. 3-ü boşdursa, onda bunlar avtomatik dolu olacaq. Bir dənə A boşdur. Hərdən də biri dolacaq. Hə, bax, bunlar 3 dənəsini tapmışıq sütunda. Onda bunlar boşdur. Bəli. Bu boşdursa, bu da boşdur. Bir də A-nın yanında. Bax, 2 xanamız üstü olmalıdır. Birini tapmışam. Digəri hansı olacaq? Elə bunun üstü. Ölçü. Onda bura boşdur. Deməli, B olacaq dolu. Burada da bu olacaq dolu. D'nin Bəli. üstü boşdur. Hansılar dolu, hansılar Müəllim, boşdursa. burdan oldu axı. Hə? Və birdəki artıq D'nin üstü boş diye. Aa, bir dəqiqə, neysə, D'nin neysə üstü səhv boşdur eləmişim. müəllim. Ay, hə, bura boşdur. D'nin üstü Hə, boşdur. hə, boşdur, boşdur. İndi gördüm. Bəli. Çünki 3 dənə tapmışıq. Onsuz həm də burada bir dənə, hə, düzdür. Düzdür. Bəli, mən sizi yoxlayırdım. Deməli, dolu boş. Dolular oldu. B, C, D, Y. B, C, D, Y doludur. Boş yox. Boş isə A'dır. A isə oldu boş. Yenə şeydir burada. Nədir onun adı? Sudokudur. Sudoku. Hardan başlayaq? Necə başlayaq? Necə gəlim? Hara gəlim? Hardan başlayalım? Mən Attım.
Aşağıda 2-nin üstündə 4-dür, çünki Bəli. Bu blokda blokda başqa bir Aysu. yer olmaz. Buralar 4 olmaz, 4 burada. Sonra S-in üstündəki 3-dür. Daha sonra 1-in üstündə 2-dir. bəli, bu blokda bunlar 2 ola bilməz. Bura 2-dir. Ben 4'ün yukarısı da 2'dir. 4'ün yuxarısı. Yox, Bu S-in 4'ün mü? üstündəki Yox, 3 bəlkə olacaq. buralardır. Yox, bilmirik. Yəni Ha, doğru. 4-ün paralelində 3 olmalıdır. Orada S-in üstü. Aysu, bəli. Bax, bu blokda 3 yoxdursa, bunlar 3 olmaz. 3 buradır. 3-ün altı 2 olacaq. Bəli. Bu Yuxarıdakı 3-ün blokda Aysu, bunlar 2 olmaz. Səthi üstuna görə. Bura olacaq 2. Onun da altında 1 olacaq, çünki o blokda 1 Bəli. Bu blokda 1 yoxdursa, 1 ancaq bura olacaq. Bəs səthi ilə baxsan 1 ilə 5 qalır. 3-ün yanı 4, 3-ün yanı 4 olacaq. 6-ın S-in 4'dür müəllim. Bax, məsələn, mən buradan gedərəm. Tamam. Belə başqa yerdən ucu tapmaq olar, fərqi Benim yoxdur. için yanı 5 değil. Orası Öyle beş. de. İçinin yanı 5'ti daha sağa. Siz yazdığınız için. Bunu Aha. bəlkə buradır 5, bilmirik. Hə, 4 ilə 5 qalıb. Hə. 4 ilə 5 qalıb. Bura 4 olmaz. Bura 5-dir, bura 4-dür. İşte tapıldı. Burada çatışmır 1. Bu blokda 4 hara olacaq? S4. 4 S-in 4. S'in Aha. yeri var da müəllim. Başka yoktu. 1, 2, 3 var. 4 ilə 5 yoxdur. Bura 4 olmaz. Bura 5-dir, bura 4. Burada 4 çatışmır olmaz. bir 4 dənə. aşağı. 3. Aha. 1'in altına 3 yazın müəllim. Aha, 2, bəli. 3, Bax, bu 4, 5 blokda olur. 5, 5, 5, 5, 5. 2 ilə 3 qalıb. Bura 2-dir, 3-dür bura 3-ə görə. Heç burada 1 ilə 5 qalıb. 2, 3, 4 var, 1 ilə 5 qalıb. Bu qalsın. N1. Hə, bəli. Bax, N 1, 2, blokunda 3, 4, 5. Yukarı 5 de müəllim. bunlar 1 olmaz. 1, Bura. 1, 3, 4 yazmışsınız. 2 de var. 5 de yukarısı. Hə, burada bir dənə çatışmır. 5, bəli, doğrudur. 3, 4, 5 var. 2 ilə 2, 3, 4, 2 ilə 1 yoxdur. Bura 2 olmaz. Bura 1-dir, bura 2-dir. 1, 2, 4. Biz hamısını tapdıq onsuz da. Bura 1, S4-dür, bu da 1. Cəmi eləyir bunların 5. Belə ki, ortada olur. Bura çatışmır 5, bura çatışmır 3. Burada çatışmır 5. Maraqlı. Bəli, sadəcə bir dənə qaydalarla getməyi lazımdır. Gəldik Hitori. Aha, en sevdiğim. Nədir qaydaları Hitorinin? Kim deyər? Müəllim, iki rəqəmin o eyni rəqəmin ortasındakiləri dairəyə aldıq. Ən önəmli məqam buradır hələ. Aha, bəli. 5 ilə 4 arasında 2, 4-cü sətirdə 6 var. Onu Ayşə. şey 2 A-nın ortasında B. Eyni rəqəm olanda da yaxud da birini ki, silir deyirik. Bəli. 2 A-nın ortasında B. Bunlar birinci buradan başlayırdıq. Deməli, birinci gəlin sətirləri tapaq, sonra axırda sütunları keçək. Deməli, bir də bir qaydamız var idi, yadınızda qalıbsa əgər bax, bunlar. X-in 4 tərəfini dairələyir. Hə, İndi bloka getdik. düşməsin deyə. İndi nə edirəm 5-in bax? ortasında 3 var. İkinci sətirdə. 2 5-in ortasında bəli 3 var. Burada o qaydamız yoxdur. 2 5-in ortasında 6. Yəni bir dənə sual verim. Burada başqa nə qayda görürsün? Bəli, bəli. Mən altın 5 Müəllim, silmək orada lazım. 3 dənə 5 var Üç müəllim. dənə O sağdakı beş var. 5'i x deyirik. Bəli. 5 2 dənə ilə 5 və yanbayan. bir də 5 tək o qalır. Ayşə 2 dənə yanbayan, bir dənə tək Yanbayan olan var olmayanı idisə, silirik də müəllim. 2 yanbayan, bir tək olan varsa təki silirdik. Ayşə, təki silirdik. Silib ətrafını dairələyirik. Bəli. Bunu axırda eləyərəm ki, qarışmasın hələ ki. Bunu birazdan qaydacam, bu qaydamızı eləyərəm. Hələ ki bu aralarındakını tapaq. Bir Deməli, dənə sonda ikilən başqa 2 dənə 2-nin ortasına 5. 2 ilə 2-nin arasında. İndi sütunlara bax. Sütundan baxaq. 2 dənə 2-nin ortasında bəli 4 var. 4.
Başqa yoxdur. Məncə başqa yoxdur o qaydamız. Bitdi, hə? Bitdi. Hələ ki bitdi. Yoxsa- Yəni gözümə dəymədi. Keçdik bu x-in ətrafını dairə eləməyə. Mən bir dənə bir şey də deyə bilərəm. Buyurun. Üzr istəyirəm. Hə, elədiniz. Deyəcəkdim 3-5 var yan-yana, 2 dənə eyni rəqəmin ortasında olduğuna görə elə ortadakı 5-dir düzgün o. Nə başa düşmədin? Mən qaraladığınızın çevrəsini onsuz da haşiyə eləyirdiniz. Eyni şey o hissəni deyirdim. Hə, bəli. Yəni ki, daha başqa bu qaydaları ödəyən başqa yoxdur deyənə bəli, indi keçirəm bunlara. Mən Bundan sonra ikinci tak-tak sütunda gedəcək. axırıncı üçü də silə bilərəm. İkinci İkinci sütunda sütun. axırıncı Hə, üçü də. bəli. Bax, 2 dənə yanbayan, bir dənə tək varsa, bəli, bu təki silirsən. Onda bunları saxlayırsan. Məsələn, 5-i saxladım. Bu 5-lərə yaxşı yol. Təkrar olmasın deyənə. Bax, bir qaydanı nəzərinizə saxlayın. Çox adamın qarışdırdığı hissənədir. Çox adam düşünür ki, mən məsələn 5 bax biz 5-i saxlamışıqsa, sətr üstündə başqa 5-ləri silirik ki, təkrar olmasın. Məsələn deyirəm, ha, bax özümü elə-belə atıram. Bax, bu ikini silmişəmsə, mütləq bu ikini saxlamalıyam deyə bir qayda yox. Bu tələbələr özlərindən o deyir uydurub. Belə qayda yoxdur. Mən əgər bunu saxlasam, bunu siləcəm ki, təkrar olmasın. İndi 5-i sildim, ətrafını saxlayıram. Bu üçü saxladım, bu üçü silirəm, təkrar olmasın, ətrafını saxlayıram. Bu ikini saxladıq, bu ikini silirik, ətrafını saxlayırıq. 5-i saxladıqsa bu 5-i silirik. İndi yaxşı, 2-ni silim, saxlayım. Ben bloka düşərəm. Saxlayım. Saxlayın müəllim. Silsək bloka düşəcək. Ona görə 2-ni saxlayırıq. O Bu iki biri saxlandı. ama silin də müəllim. Bunu silirik, bəli. Sən siləcək. Biri saxlayırıq. 5-i silim, saxlayım. Saxlayın müəllim. Bloka düşür. Bloka. Həm belə bloka düşər, həm də belə. Bəli, bunu Düz. saxlayırıq. Yaxşı, bu üçünü silim, saxlayım. Yenə bloka düşəcək. Bloka düşür müəllim. Saxlayın. Bax, bəli, həm belə bir blok yaranır burada. Görürsünüz? Həm və yaxud da belə bir blok yaranır. Yaxud həm belə bir qırğın düşür burada. Ona görə bu üçünü saxlayırsan. Hər cürə blok yaranır. Bəli. İndi məcbursan ki, bu 5-i də saxlayasan, şeydə bloka düşməsin deyənə. Bu üçü də saxlayırsan bloka düşməsin deyənə buradan. Bu üçü saxladınsa, bu üçü silirsən, ətrafını saxlayırsan. Bunu saxladığına görə bunu silirsən. Bu biri saxlayırsan, bloka düşməsin. Bloka baxın burada. Gördünüz? Belə bir blok yaranırdı, yaxud belə bir blok, ya belə. Bunu saxlayırsan, məcbur bunu da saxlayırsan. İndi rənglənməmiş deyirsə, dairələri götürür, yoxsa x-ları? X-darı. Dairələri. Dairələr. X-lar qaralanmışdı da. X-lər qaralanır. X-lar rənglənmiş, qaralanmışdır. Yəni ki, Hitorinin oyununu görsəz internetdə, dairələr ağ olur, X-lar qara rəng verirlər, full qara. Ona görə də bəli, rənglənməmiş dairələri sayırsan bir-bir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26. Rənglənməmiş 26 dənə xanamız olacaq. Mənim bir dənə sual vermək olar. Buyurun. Bizdə birinci sətir, birinci sütunda 2 var deyə, düzdür onu saxladıq ki, bloka düşməsin. Ən yuxarı. İndi zəhmət olmasa birinci sətir 5-ci sütunda birinci yerə baxın 2 var. Onu sildik. O bloka düşmüş sayılmır. Çünki x-lər gəlir, sonra aşağı çarpaz yenir. Bəli. Çox Sonra gözəl yenə- sual verdi yoldaşımız. Ha, sualınızı başa düşdüm. O sualı kim cavablandırır? Yoldaşımız deyir ki, axı burada blok var. Amma onun, müəllim, o 3 var ya ortada. Onun kənarında 5 var. O açıqdadır bir tərəfi. Yəni Hə. 4 yandan biri açıqdır da. Müəllim, Tamam, Bir də ki, dairələr bir-birinin əlaqəsi olmasın da, elə deyil. Bax, Bloka Ayşə, düşməmək bir tərəfdən. Ümumiyyətlə oyunun məqsədi o idi ki, dairələrin bir-birinə yolu olsun. Belə baxıram yolu var. İndi bunu daha qısa bir dənə qaydadan deyəcəm. Niyə görə belə olur?
Yəni belə yol var da hamısından bir-birinə əlaqə var. Normalda bu bir əlaqə varsa düz danışın. Problem nədir? Siz əgər bunu deyirsinizsə, bax mən indi bu blokun bir dənə qaydasını da deyim sizə, heç yerdə olmayan. Bax, blok elə olmalıdır ki, Hitori o vaxtı bloka düşür ki, blokun başlanğıcı və sonu Hitorinin kənarlarında olsun. Bax, görürsən bu çəpər ortada qırılır. Elə bir ki, məftilin çatışmır. Çəpər qırılır ortada. Ona görə sən nə edirsən? Yəni bu blok sayılmır. Blok ya paxlava kimi olur, belə. Məsələn, bax, buranı silsəydin belə blok olardı, yəni ortada falan. Yaxud da buranı silsən, həm belə bir blok olar, o heç. Amma belə olanda blok sayılmır. Yəni bu sona çatmayıb. Bu heç olmazsa qıraqlara zadı getsin ki, blok o vaxt olur ki, o çəpərin başlanğıc və sonu Hitorin qıraqlarında olsun. Bu ortada qırılır. Aydındır? Ona görə blok sayılmır. Yəni yuxarıdan yox, aşağıdan yol olur da bir-birində. Fərqi yox. Ona görə olur belə. Aydındır mənim, çox sağ ol. Nomoqramın qaydalarını kim bilir? Müəllim, bina temasıdır bu. Yox, nomoqram. Bunlar her şey Bu bilmirəm. gördələnlər. Bu sualı ümumiyyətlə mən birinci dəfədir görürəm bu tipi. Nomoqram Mən də keçməmişik. Yox. Çox Deyil. gözəl. Əla, tamam. Heç nə. Onda Düşür ki, linki müəllim bu imtahana. nomoqram dövlət qulluğu imtahanlarında olub. Hələ, daha doğrusu vergi imtahanlarına çıxıb 2022-ci ildə bir dəfə. Dövlət qulluğuna düşməyib heç vaxt. Məsələn, halbuki akvariumda o vaxt 2022-də dövlət qulluğuna vergiyə düşmüşdü, digər dövlət qulluğuna qaldı. Çox azandığını qaydalarını deyəcəm, özünüz tutacaqsınız.